Ən məşhur futbol klublarının, göz oxşayan memarlığın və günəşin vətəni İspaniyaya xoş gəlmisiniz. Bura həm turistlərin arzuladığı cənnət, həm də yaşamaq istəyənlər üçün suallarla dolu bir ölkədir. Qırmızı damlı evlər, siesta vaxtı bağlanan dükanlar və həyat üçün çalışan insanlar. Burada hər şey biraz fərqlidir. Bəs bu fərqliliklər sizi cəlb edər yoxsa qorxudar? Gəlin birlikdə araşdıraq və İspaniyanı sətiraltı mənaları ilə kəşf eləyək. İspaniya, rəsmi adı ilə İspaniya Krallığı, Avropanın cənub-qərbində, yəni İber yarımadasında yerləşən katolik xristian ölkəsidir. Dünya üzrə ən çox ziyarət edilən ölkələrin başında gəlir və mədəni irs baxımından olduqca qədim və zəngin bir dövlətdir. Paytaxtı Madriddir və ölkə ümumilikdə 17 xüsusi muxtar bölgəyə ayrılıb. Madridlə yanaşı Barselona, Bilbao, Malaga və Sevilya kimi dünyaca məşhur turistik şəhərlərə sahibdirlər. Əlbəttə bu şəhərlərin bu qədər tanınmasında təkcə turizm deyil, eyni zamanda futbolda qazandıqları böyük uğurların da rolu var. İspaniyanın mədəniyyətindən, yeməklərindən, iqtisadiyyatından və ümumi həyat tərzindən danışmazdan əvvəl gəlin qısa da olsa onun tarixi keçmişinə nəzər salaq. Eramızdan əvvəl 1000-ci illərdə Finikiyalılar İspaniya torpaqlarında məskənlərini qurmağa başlayıblar. Daha sonra onları Keltlər və Yunanlar izləyib. Ardınca İspaniya torpaqları bir müddət Kartacaların məxsus olsa da, Roma imperiyası sonda bu torpaqları öz hakimiyyəti altına almağı bacarıb. Romalılar bu tarixdən etibarən İspaniyada siyasi birliyi təmin edib və zamanla əhalini xristianlığa keçməyə təşviq ediblər. Eramızın 700-cü illərinə gəldikdə isə müsəlmanlar demək olar ki, bütün İspaniyanı ələ keçiriblər və burada yeni sivilizasiyalar qurublar. Lakin təxminən 500 il sonra ölkədəki daxili çəkişmələrdən istifadə edən xristianlar müsəlman krallıqlarını aradan qaldırmağa nail olublar. Kristofor Kolumbun məşhur Amerika səfərindən sonra isə İspaniya dünyanın ən böyük müstəmləkə imperiyalarından birinə çevrilib və digər Avropa dövlətləri kimi bugünkü sərvətlərinin təməlini atıb. Birinci və ikinci dünya müharibələrində edilən təkliflərə baxmayaraq İspaniya neytral qalmağı üstün tutub və bu səbəbdən də tarixi irsini böyük ziyan görmədən bu günə qədər qoruyub saxlayıb. İtaliya ilə yanaşı göz oxşayan şəhər memarlığına sahib olmağı bacarıb. Bu günsə qəribə şəkildə İspaniya ölkəmizdən xaricə köçmək istəyənlərin ilk seçimləri arasında yer almır. Məsələn, ətrafınızda xaricdə yaşamaq arzusu ilə yaşayan insanlar əsasən sizə Amerika, İngiltərə, Kanada kimi ölkələr sadalayacaqlar. Hətta Norveç və İsveç kimi soyuq Skandinaviya ölkələrinin adını belə eşidə bilərsiniz, amma söhbət İspaniyadan gedəndə adını çox eşitməyəcəksiniz. Ora köçənlər adətən daha spesifik, daha məhdud bir kütləni təşkil edir. Bəlkə də məşhur memarlıq nümunələri ilə zəngin, gözəl çimərliklərə malik, festivalların və futbolun paytaxtı olan bu ölkə gəzmək üçün çox mükəmməldir. Lakin yaşamaq üçün kifayət qədər cazibədar hesab olunmur. Ətraflı toxunacağam, lakin qeyd etmək lazımdır ki, ora gedənlər həyat keyfiyyətlərinin əvvəlkindən qat-qat yüksək olduğunu deyirlər. Ən sadə nümunə olaraq insan həyatını yaşamağa və təcrübələrə daha çox vaxt ayıra bilir. Yəni, sadə dillə desək, İspaniyada insanlar yaşamaq üçün çalışırlar, işləmək üçün yaşamırlar. Xüsusilə yay aylarında günəş gecə yarısına qədər batmadığından insanlar həyatlarını küçələrdə, çimərliklərdə yaşayırlar desək yeridir. Təbii ki, hər kəs bu baxımdan şanslı olmaya bilər. Məsələn, bəzi sahələrdə nahar fasilələri 2 saata qədər uzansa da, işdən çıxış saatı axşam 8-i, 9-u tapa bilir. İspaniyada siesta adlanan maraqlı bir ənənə var. Günorta fasiləsi zamanı bir çox iş yeri bağlanır və insanlar ya evinə gedir, yatır, ya da çimərlikdə vaxt keçirir. Bu isə günün əksər hissəsinin işdə keçməsi deməkdir. Bu vəziyyət isə Azərbaycanda səhərdən axşama qədər işləməyə alışmış insanlar üçün çətin ola bilər. Çünki ailəsi ilə vaxt keçirə bilmir, yaxud mənim kimi oyun həvəskarısınızsa PlayStation oynamağa belə vaxt tapa bilmirsiniz. Digər tərəfdən isə bu ölkədə işsizlik Avropanın bir çox ölkəsi ilə müqayisədə daha yüksəkdir. Məsələn, əvvəlki illərdə aparılmış bir araşdırmada əhalinin təxminən 20%-nin işsiz olduğu müəyyən edilib. Yəni, İspaniyada iş tapmaq əslində heç də asan deyil. Əgər iş tapa bilsəniz, yaşayış xərcləri nisbətən aşağıdır, amma maaşlar əsla fantastik deyil. Məsələn, mənzillərin aylıq kirayəsi təxminən 500 avro civarındadır.
müstəqil evlər isə 800 avro ətrafında dəyişir. Qidalanma isə olduqca ucuzdur. Məsələn, mətbəxi ilə məşhur olan Granada şəhərində 10 avroya çox gözəl bir yemək yemək mümkündür. Hətta bu məbləğə kafedə içki və doyurucu qəlyanaltılar sifariş edə bilərsiniz. Bu arada əgər İspaniyada iş tapsaz, çox güman ki, ayda 1500 avrodan çox maaş qazanacaqsınız. Əgər peşəkar bir işdə çalışırsınızsa, ayda 3000 avroya qədər yüksəlmək mümkündür. Buradan belə bir nəticə çıxır. Maaşlar aşağı olsa da, həyat da bir o qədər ucuzdur. Yəni alıcılıq qabiliyyəti yüksəkdir. Ailənizlə çölə yeməyə çıxmaq istəyirsinizsə, restoranın qapısından qorxa-qorxa girməyə ehtiyac yoxdur. Ya da dostunuzla menyuya baxıb sonda ikimizə bir çay verin demək məcburiyyətində qalmırsınız. İspaniyada bazar günləri dükanlar bağlı olur və bir çox şəhərlər sanki zombi şəhərinə çevrilir. İnsanlar sakitliyi və yavaş həyat tempini sevirlər. Məsələn, dövlətlə bağlı rəsmi işlər çox yavaş aparılır. Tutaq ki, poçt və ya bank vasitəsilə bir şey göndərmək istəyirsiniz. Gözləməyə hazır olmalısınız, çünki burada heç kim tələsik iş görmür. Məsələn, ticarət mərkəzində nəsə axtarırsınız və ya yemək yeyirsiniz, orada işləyənlər sifarişinizlə maraqlanmaqdansa aralarında söhbətə dalırlar. İspanlar bu rahatlığı öyrəşiblər, amma siz xaricdən gəlmisinizsə, bu yavaşlıq sizi əsəbləşdirə bilər. İspaniyanın iqlimi də bizim ölkənin iqliminə müəyyən qədər bənzəyir. 4 fəsil yaşanır və yayda günəş heç vaxt əksik olmur. Buna görə də soyuq ölkələrdən turist kimi gələnlər İspaniyanın isti çimərliklərinə heyran qalırlar. Əminəm ki, orta əsr dövlətlərini xatırladan İspan evlərini səyahət bloklarında və ya jurnalların üz qabığında görmüsüz. Belə binalar şəhər mərkəzində çox olur və tarixi görüntüləri ilə bir sehrli abidə təsiri bağışlayır. Maraqlıdır ki, bu tip binalar müasir yaşayışa uyğunlaşdırılıb. Məsələn, ölkənin cənubunda təkcamlı pəncərələr və nazik izolyasiya materialları ilə inşa olunmuş bədii üslublu evlər çoxdur. Bu sayədə yayda evin içi həmişə çöldən sərin olur, amma qışda evin içində qalın gödəkçə geyinən insanlara tez-tez rast gəlmək olar. Bəs ora getsəz, bəzi Avropa ölkələrində etdiyi kimi ikinci sinif insan kimi münasibətlə qarşılaşarsınızmı? Əslində, dəri rəngində fərq o qədər kəskin olmadığı üçün Azərbaycanlılar İspan cəmiyyətinə asanlıqla uyğunlaşa bilir. Yəni, görünüşcə İspanlarla bənzəyirik. Bundan başqa, keçmişdəki tarixi müharibələr səbəbilə türklərə qarşı müəyyən bir soyuqluq da mövcuddur. Yenə də İspanlar ümumilikdə səmimi, ünsiyyətcil və həyatdan zövq alan insanlardır. Hər ölkədə olduğu kimi burada da öz mədəni və sosial kimliyimizlə başqa bir mədəniyyətin içində yaşamaq asan deyil. Buna uyğunlaşmaq lazımdır və bu da həyatımızın müəyyən bir hissəsini fəda etməyi tələb edir. Əks halda xaricdə yaşamaqdan tez bezə və ya orada xoşbəxt ola bilmərsiniz. Məncə, İspaniya ölmədən əvvəl mütləq görülməli olan ölkələrdəndir. Orada daima yaşamaq və ya sadəcə turist kimi getmək isə artıq sizə bağlıdır. Bəs necə gedə bilərik? İndi buna aydınlıq gətirək. Azərbaycan vətəndaşları İspaniyaya turizm və ya iş məqsədi ilə səfər etmək üçün Schengen vizası almalıdırlar. Bakıdan İspaniyanın müxtəlif şəhərlərinə birbaşa və ya tranzit uçuşlar mövcuddur. Bakıdan Barselonaya 100, Madridə 262, Mallorkaya isə uçuş $374 başlayan qiymətlərlə mümkündür. 2025-ci ildən etibarən İspaniyada otellərdə və avtomobil kirayəsi zamanı daha çox ətraflı şəxsi məlumatların toplanması tələb olunur. Bu məlumatlar İspaniya hökumətinə təqdim edilir və məqsəd təhlükəsizliyi artırmaqdır. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.